təbrik edirik. Oyun haqqında düşüncələriniz? Çox sağ olun. Təbrikə görə çətin oyun idi. Yəni çox vacib oyun idi. Yəni 3 xal bizim su kimi lazım idi bu oyun bizə. Yəni 3-cü yeri tutmaq üçün, həm də Avrokuboklara getmək üçün. Xoşdur ki, bu gün 3 xal qazandıq və Avrokuboklara düşdük 3-cü yerlə. Avrokuboklar haqqında təəssüratınız nədir? Komanda ilk dəfədir iştirak edəcək. Hədəflər nə olacaq Avrokuboklarda? Hədəflər özünüz də bilirsiniz ki, yəni birinci dəfədir komanda düşür ora. Yəni rahat olmayacaq da, çətin olacaq. Yəni birinci dəfə Avrokuboklara düşmüşük. Yəni orada da güclü komandalar, orada zəif komanda yoxdur. Yəni özünüz də yaxşı bilirsiniz ki. Yəni çalışacağıq da maksimum, yəni əlimizdən nə gələcək onu da eləyəcəyik inşallah. Mövsümün əvvəlində Avrokubok hədəfi var idimi? Mövsümün əvvəlində Avrokubok hədəfi deyilməmişdi, amma bizə deyilmişdi ki, yəni hər oyuna, yəni maksimum, yəni 3 xal üçün çıxaq, yəni dalşı baxarıq inşallah necə olacaq. Yəni qışdan sonra da gördük ki, yəni komanda, yəni o potensiala layiqdir, yəni Avrokuboklara gedə bilərik. Yəni qışdan sonra çalışdıq ki, Avrokuboklara çıxmağa oynayaq.